maraqlı bir açıqlamaya rast gəldim. Müğənni Nəfəs bir yaxınlaşıb dedi ki, ərim səni sevir. Yəqin toyda ya məclisdə olub ki, kimsə Nəfəs xanıma yaxınlaşıb qadınlardan deyib ki, ərim səni sevir. Oxuyaq xəbəri. Təbii ki, Nəfəs açıqlamanı tarixin bir günü verilişində edib. Nəfəs müğənnilərə qarşı mənfi fikirdə olanlardan söz açıb. Mənfi fikir deyəndə ki, deyir kör gör, gör gör də, kör gör gör. Da evli adamdan uşaq dünyaya gətirəndə təbii ki, biz yox insanlar mənfi fikir söyləməlidir də Nəfəs xanım. Ailəli kişini gətirib deyirsən mənim ərimdir, hamıya ərim kimi təqdim edirsən, hamı bilir ki, onun arvadı kimdir, harada yaşayır, neçə evladı var. Yəni bu şəraiti yaratmasalar heç kim müğənnilərə xoşa gəlməyən ifadələr işlətməz onların məhz haqqında. Bir bacı kimi yaxınlaşıb həyat yoldaşının da bizi sevdiyini deyənlər böyük ürək xanımlarıdır. Bizi yanlış görmürlər. Müğənni olmaq, pis yolda olmaq, pis qadın olmaq demək deyil. Bizim də övladlarımız, ailəmiz, əxlaqımız var. Normal yaşayan qadınlardanıq. Sadəcə kimsə əri ilə yaşayıb xoşbəxtdir, kimisə də ərsiz xoşbəxtdir. Biz də övladlarımız üçün yaşayan qadınlardanıq. Nəfəs deyib, Nəfəs xanım, bu məsləhətləri həmkarlarınıza verin. Özünüz də bilirsiniz ki, onlar kimdir, belə qorxmadan, belə cəsarətlə çıxıb deyirlər ki, əcəb edmişəm, dünyaya evlad gətirmişəm, filan kəsin ərindən, nə bilim, nə. Özünüz də bilirsiniz də. Biz demirik ki, özləri açıqlama verir.